Vallahi mən bir idarəyə getməmişəm, bir idarənin qapısını yağır eləməmişəm. Mən hökumətdən heç zad istəməmişəm. Mənə maşın verməyib, ev verməyib, bana bax heç zad istəməmişəm mən. Sadıqova Dilbər Musa qızı. İmdad qəsəbəsində yaşayıram. Sadıqov Amir Ələkbəroğlu'nun anasıyam. Şəhidimiz. Şəhidin anasıyam. Nədir problemi? Problemə başlayacağım. Bana 36 kvadrat yer veriblər. Kim verib? Şahin Məmmədov vermişdi. Köhnə icra hakimiyyəti başçısı. Onu da mən içində bir 36 kvadratlıq çıxant yemişəm. Elə onu da indi satmaq istəyirəm. Məcbur qalıb satıram. Elə belə xoşluğuna yox. Buna ehtiyacımız olduğunu? Ehtiyacım olduğuna görə satmışam. İndi onu mənim 7 kvadrat gəlib ölçən, təzədən bunu ölçən. Neçə ildən sonra gəlib bu ölçülüb 7 kvadrat artıq çıxıbdı. Yəni mən belə başa düşdüm ki, sizə 36 kvadrat yer verilib, düzdür? Yer verilib. Tikdiyiniz obyekt, yəni qeyri yaşayış üçün nəzərdə tutulmuş obyekt 43 kvadratdır. 43 kvadrat sürüşməsi olub biraz. Biraz böyük olub da. Burada var da sürüşmə göstəriblər. Siz onun üçün əlavə sənəd aldınız mı? Sənəd aldıq. Bələdiyyədən sənəd aldıq. Yəni yeri elədiniz 43 kvadrat. Ona da pulunu ödədim. Bəs nədir problem? Qabaqki torpaqda hərraş yolu ilə almışam mən. Problemim odur ki, indi də neçə dənə, buna mən 270-2700 manat pul ödəmişəm. Həmən o 7 kvadrata. Təzədən gətirib bana, indi bu çıxa-çıxda mesaj gəlib telefona ki 495 manatda zad ödəməlisən, ursum ödəməlisən. Mən bunu nəyə görə ödəməliyəm? Ta mənim heç zadım yoxdur. Ta mən Yəni siz bu mesajla razılaşmırsınız da? Yox. Heç biri ilə razılaşmıram bunun mən. Heç biri ilə. 7 adım kvadrat. Mənim nətər olur? Uşağımın qanı tökülən yerdə 7 adım yer 7500 manata başa gəlir. 2500-700 manata başa gəlir. Bu nətər haqq hesabı? Bu nətər şəhid ailəsinə qoyulan hörmətdir? Hansı hörmətdən danışır bunlar? Sizi konkret olaraq kim incidir? Ancaq daşınmaz əmlak. Beyləqan? Orada da bu Ərqəm müəllimi çıxandan sonra hamısı. Nə deyirlər? Bax, get-gələ salırlar yəqin ki. Həm get-gələ salırlar, həm məni başım çıxmır deyin, elə puldan yazırlar, mən də əlimə yanıb ağzıma təpişən verirəm. Yəni, bu günə qədər o 43 kvadrat olan torpağın yerinə və eyni zamanda çıxarışlarına, sənədlərinə ümumilikdə nə qədər pul vermişsiniz? Ümumilikdə o qabağı ödəmişəm, o qabaqki gedib. O qadın vaxtında. İndi 2700 manat pul ödəmişəm, nağdır. Bax, bu qəbizlərlə. Hamısı ilə, bax, bunlarla 2700 manat pul ödəmişəm. İndi də təzdən gəlib 75 bir, 495-də bir gəlib. Bana da Asa xidmətdə dedilər ki, sən tay urusunu ödədin, xidmət haqqın. Siz iddia edirsiniz ki, mən dövlət rusumunu ödüyor deyə yenidən mənə dövlət rusumunu yöndən gənə mənə dövlət rusumu gətiribdi. Bunun üçün kimə müraciət eləmək istəyirsiniz? Bunun üçün elə hər, bax o nə qədər Bakıda oturanlar var, hamısına görün, bax bu nətər haqq hesabdır, bu nətər şeydir. Nə olar, prezident sizə səlahiyyət verib, sizi vəzifəyə qoyubdur. Niyə bunun evini yıxıb, bunun ayağının altını qaçmıyorsunuz siz? Bəlkə onun xəbəri yoxdur, bu bir belə haqq hesabdan. Niyə yediyor çörəyə xain baxırsınız? Səhhətiniz necədir ana? Səhhətim Allah rəhmdən əməliyyat olmuşam, bütün kət bilir. Gözümün ikisi də əməliyyat olubdur, biri görmür. Biri ilə gücün görürəm. İndicə bax, Asır həkim gedib, kardioqram eləyib, dava dərman yazıb, resept qalıb orada, pulum yox almağa. Qalmışam belə, bax, pis, səyahətim pis. Nədən narazısınız ümumiyyətlə? Əsasən yəqin ki, daşınmaz əmlakı nəzərdə tutursunuz, yoxsa başqa qurumlar da var? Yox, başqa qurumlar yox, başqa qurumlar yoxdur. Bax, elə o daşınmaz əmlak, yəni bu işimi niyə belə eləyir, mən bilmirəm. Sizin probleminiz budur? Problemim bax budur. Bununla bağlı
kimə müraciət etmək istəyirsiniz? Bununla bağlı bax prezidentə müraciət eləyirəm, onun xanımına müraciət eləyirəm. Baxsınlar da bu işə, nə olar? Yəni, bu günlərin bir şəhid anamız, dəyərli izləyicilərimiz, daşınmaz əmlakın etdiyi əməllərə görə, yəni anamızın iddiasıdır, etdiyi əməllərə görə bax, bu günlərin bu vəziyyətə qalıb, gördüyümüz bu sənədlərə ümumilikdə 2000 neçə manat? 700 manat pul ödəmişəm. 2700 manat pul ödəyib. Ümumilikdə eləmi? Ümumilikdə, bax, bu qəbizlərin hamısını deyib, bax, 2700 manat pul ödəmişəm. Bax, gör nə qədər qəbizdir, bax, hamısı. Hələ də ödəyə gedirsən. Hələ də ödəyə gedirəm, hələ də içində hesab yoxdur. Hesab eləyə bilmirəm. Yəni, fikriniz qupça almaqdır da? Fikrim qupça almaqdır. Aydındır. Vəziyyətiniz də belə deyək də, yaxşı olmadığı üçün obyekti satırsınız. Vəziyyətim yaxşı olmamaqdan ötəri, vəziyyətim pis olduğuna görə obyekti satıram. Daha doğrusu satmışsınız, eləmi? Onu satmam belə olur. Elə bir günən uşağımı əməliyyata aparan vaxtı almışam pulu. İndi də verməliyəm. Yoxdur, çıkanı satıb verməliyəm bəs. Mən nə qayırmalıyam? Hə, pulu götürmüsünüz, pulu qaytara bilmirsiniz. Qaytara bilmirəm, indi çıkanı satmalıyam. Ona da qupça lazımdır. Hə, o da deyir ki, keçir adıma, eləmi? Hə. Ada keçirmək üçün də qupçanı da ala bilmirsiniz. Hə, ala bilmirəm. Hə, bugünkü gündə də belə əziyyətlər çəkirsiniz. Vallahi mən bir idarəyə getməmişəm, bir idarənin qapısını yağır eləməmişəm. Mən hökumətdən heç zad istəməmişəm. Mənə maşın verməyib, ev verməyib. Mənə, bax, heç zad istəməmişəm mən. Mənə, hələ bunların ataları sağlığı gedəndə demişəm birdən əla sən nəsə verərlər, gətirərsən bura. Mən istəmirəm onu. Cəmaat üçün mən idarələri yağır eləməmişəm, o başına dönüm. Mən öz haqqımı tələb edirəm. Neçənci ildə oğlunuz şəhid oldu? 94-ün yanvarın 4-ündə. 94-cü ildə. Allah rəhmət eləsin. Sağ ol. İtkin düşdülər, eyvallah bir batalyon uşaq. Heç bir dərdində xəbərim yoxdur mənim onun. Səbirli olun, səbirli olun.